Azərbaycan Respublikasının rəhbərliyi altında ölkəmizdə hər tərəfli inkişaf, tərəqqi getdikcə Azərbaycanda seçki sistemlərinin də formalaşması, təkmilləşməsi, o cümlədən siyasi sistemin möhkəmlənməsinin biz şahidi oluruq və Azərbaycanda atılan hər bir addım, istər siyasi partiyaları maddi-texniki təminatın həyata keçirilməsi, istər seçki komissiyalarının fəaliyyəti üçün yaradılan şərait və onu göstərir ki, Azərbaycanda azad, ədalətli, demokratik seçkilər keçirmək üçün vacib qurumlar formalaşıbdır və bu qurumların formalaşmasında da Milli Məclis özünün aparıcı rolunu həyata keçirir. Milli Məclis Azərbaycan cəmiyyətinin güzgüsüdür və Milli Məclisdə formalaşan o forma hansı ki burada qeyd olundu, həm çoxluqda olanlar, həm heç bir siyasi partiyaya üzv olmayanlar, həm azlıqda olan tərəflər nəzərə alaraq demək olar ki, bütün tərəflər burada formalaşıbdır, öz əksini tapıbdır. Hansı ölkəyə nəzər salsaq, mən Avropa İttifaqına daxil olan ölkələrin hər birinin deməli, mərkəzi seçki komissiyalarının formalaşmasına nəzərdən keçirmişəm və heç biri Azərbaycandakı qədər azad, ədalətli, demokratik şəkildə formalaşmayıbdır. Burada bütün tərəflərin maraqları öz əksini tapır və bu maraqlar çərçivəsində də hər bir azad seçkinin keçirilməsinə tam təminat yaradır. Azad seçkinin Azərbaycanda keçirilməsinin təminatlarından biri də Azərbaycanın seçki məcəlləsidir ki, böyük bir seçki məcəlləsi formalaşıbdır. Bu da nə postsovet məkanında, nə Şərqi Avropada və bir çox Avropa dövlətlərində də demək olar ki, belə bir məcəllə formalaşmayıbdır ki, bütün seçki prosesini və o cümlədən Mərkəzi Seçki Komissiyasının, dairə seçki komissiyaları, məntəqə seçki komissiyalarının formalaşmasını öz əksini tapsın. Qeyd etmək istərdim ki, seçki komissiyaları formalaşdıqdan sonra doğrudan da çox uzun bir yol keçib və tam şəkildə təkmilləşibdir. İlk növbədə onu qeyd etmək istərdim ki, seçki komissiyaları daimi əsaslarla Azərbaycanda başqa ölkələrdən fərqli olaraq dairə seçki komissiyaları daimi əsaslarla fəaliyyət göstərir ki, bu da seçicilərin mütəmadi olaraq siyahılarının dəqiqləşdirilməsinə və seçki komissiyalarının profesional olaraq formalaşmasına xidmət edir və əmək haqqı almaqla daimi fəaliyyət göstərir. Azərbaycanda dünyada yenilik olaraq ilk dəfə web kameralar qoşuldu ki, 6000 məntəqədən hər minində, yəni 6-da 1-də web kamera qoşulub ki, dünyanın istənilən bir nöqtəsində seçkini izləmək olar, onun demokratikliyini izləmək olar ki, bu yenilik də Azərbaycan tərəfindən həyata keçirildi. Seçki komissiyasının üzvlərinə mütəmadi olaraq treninqlərin keçirilməsi, onlara qanunların öyrənilməsi də öz əksini tapıbdır. Yəni, istər Mərkəzi Seçki Komissiyasında olan üzvlər, istər dairə və məntəqə seçki komissiyasında olan üzvlər tam profesional şəkildə yetişibdir bu ərəfədə və istənilən bir ölkədə azad seçki keçirə bilər, nəinki Azərbaycanda. Kifayət qədər bunların təcrübəsi var və Azərbaycana gələn xarici müşahidəçilər də, digər şəxslər də Azərbaycan təcrübəsinin yayılmasını göstərir. Məsələn, başqa ölkələrdə exit poll keçirdirlər, bizdə artıq web kamera var, exit polldan 3 dəfə daha şəffaf şəkildə bunu təqdim edir. Yəni, 6-da 1-də əgər məntəqəni göstərsə artıq kifayətdir. Exit pollda 10-da 1, 20-də 1-dən götürürlər və bunun nəticəsində seçkinin nəticəsini elan edirlər. O baxımdan da Azərbaycan çox ölkələri qabaqlayıbdır və bu seçki komissiyasına da bizim Yeni Azərbaycan Partiyası tərəfindən namizədlər irəli sürülübdür. Kifayət qədər təcrübəli, bacarıqlı insanlardır. Biz onu dəstəkləyirik. Burada olan Yeni Azərbaycan Partiyasının üzvləri